Səhiyyə Nazirliyi işğaldan azad olunan ərazilərdə böyük qayıdış proqramı çərçivəsində əhali arasında kompleks tibbi müayinələr, eyni zamanda sağlamlığın təşviqi ilə bağlı maarifləndirici aksiyaların keçirilməsini davam etdirir. Nazirliyin təşkilatçılığı ilə keçirilən növbəti belə tədbir Xankəndi şəhərində baş tutub. Belə ki, Səhiyyə Nazirliyi akademik Cahangir Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutunun tibbi heyəti tərəfindən Xankəndi sakinləri üçün 2 günlük kardioloji müayinələr təşkil edilib. Tədbirin əsas məqsədi vətəndaşlar arasında ürək-damar sistemi xəstəliklərinin qarşısının alınması, miokard infarktı riskinin erkən aşkarlanması və müalicənin təyin edilməsidir. Ümumilikdə 2 günlük kardioloji aksiya çərçivəsində 200-ə yaxın vətəndaşın müayinədən keçməsi nəzərdə tutulub. Tədbirin davamı olaraq Elmi Tədqiqat Kardiologiya İnstitutu tərəfindən Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində maarifləndirmə aksiyası keçirilib. Eyni zamanda tədbir çərçivəsində arzu edənlərin boyu və çəkisi, arterial təzyiqi və nəbzi ölçülüb.